Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Muhterem Müslümanlar, bugün bir mövzu barədə danışmaq istəyirəm. Mövzumuz Əhl-i Sünnə vəl Cəmaə əqidəsinin xüsusiyyətləri. Mövzumuz belədir. Mövzumuza başlamamışdan əvvəl Əhl-i Sünnə vəl Cəmaə əqidəsi barədə danışmaq istəyərdim. Ümumiyyətlə, bildiyimiz kimi Allah Teala bizi imtihan üçün yaradıb. Yəni, insan bu dünyada imtihan olunur. Necə ki, Uca Allah Quran-ı Kərimdə Hud surəsinin 7-ci ayəsində buyurur: وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا. Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün ərşi su üzərində ikən göyləri və yeri 6 günə yaradan odur. Yəni, bu ayə bizə göstərir ki, Allah Teala bizə bildirir ki, Allah Teala göyləri və yeri və həmçində insanı imtihan üçün yaradıb. Və həmçinin insan haqqı bilmək və haqqa tabe olmaq və bu haqq üzərində ölənə qədər sabit qalmaq baxımından da imtihan olunur. Yəni, imtihan tək mal, mülk deyil, həmçinin insan imtihan olunur. Haqqı bilib, ona tabe olmaq və həmçində ölənə qədər bu haqq üzərində sabit qalmaq baxımından. Məhz ona görə də biz namaz qılanda namazın hər rükətində Fatihə surəsini oxuyuruq və Allahdan nə istəyirik? Deyirik ki, İhdinəs sıratal müstəqim. Bizi doğru yola yönəl. Yəni, bildiyimiz kimi biz namaz qılanda Fatihə surəsini oxuyuruq. Yəni, Fatihə surəsi həmçinin duadır. Və bu duada biz Allah Teala'dan istəyirik ki, bizi doğru yola yönəlsin. Nə üçün? Çünki doğru yolda olmaq insanın həm bu dünyasında, həm də axirətində xoşbəxt olmasına səbəbdir. Və sonra Allah Teala bizə bildirir, yəni Fatihə surəsində bizə bildirir, bizi doğru yola yönəlt, kimlərin yoluna? Növbəti ayədə Allah Teala buyurur ki, Sıratallezine en'amte aleyhim gayril məğdubi aleyhim vələd-dallin. Nemət verdiyin kəslərin yoluna, qəzəbinə düçar olmuşların və azmışların yoluna yox. Yəni, biz Allahdan istəyirik ki, bizi doğru yola yönətsin, kimlərin yoluna? Nemət verilmiş kəslərin yoluna. Qəzəbinə düçar olmuşların və azmışların yoluna deyil. Yəni, qəzəbi düçar olmuşlar kimlərdir? O kəslərdir ki, onlar haqqı bilib, lakin ona tabi olmayıblar. Yaxşı, azmışlar kimdir? O kəslərdir ki, onlar Allaha cahilcəsinə, yəni haqqı bilmədən, yəni səhv yoldadırlar və bu yoldan da Allaha ibadət edirlər. Yaxşı, nemət verən kəslər kimdir? Nemət verən kəslər Allah Teala Nisa surəsi 64-cü ayədə bildirir bizə. Nemət verdiyi kəslər kimdir? Allah Teala buyurur ki, وَمَنْ يُطِعِ اللّٰهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذ۪ينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Allah Teala buyurur ki, Allaha və Peyğəmbərə itaət edənlər, məhz onlar Allahın nemət bəxş etdiyi Peyğəmbərlər, siddiqlər, şəhidlər və əməli salihlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. Yəni, Allah Teala bu ayədə bizə nemət verdiyi kəsləri açıqladı. Kimlərdir bunlar? Peyğəmbərlər,
siddiqlər, şəhidlər və salihlər. Və bu ayəyə, yəni Allahın nemət verdiyi kəslərə ilk növbədə biz qeyd edirik peyğəmbərlər və peyğəmbərlərin başda kimdir? Muhammed peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni bunlara Allahın nemət verdiyi kəslərə ən başda daxil olur kim? Muhammed peyğəmbər sallallahu əleyhi və səlləm. Və sonra onun səhabələri və sonra təbiinlər, alimlər və beləcə qiyamətə qədər onların yolu ilə gedənlər. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə bildirib ki, yəni çox saylı hədislərdə bildirib ki, bizim ümmət 73 firqəyə ayrılacaq. Yəni bunu Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə bildirib. Və bildirib ki, bu 73 firqədən yalnız biri haqq yoldadır. Və bunlar da kimdir? Və bir hədisdə gəlir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən soruşanda ki, o bir firqə, hansı ki, nicat tapan firqə, doğru yolda olan firqə, cənnətə daxil olan firqə kimdir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bildirir ki, hiyəl cəmaə, yəni bu firqə cəmaatdır. Cəmaat olan firqədir. Və həmçinin başqa bir hədisdə, yəni eyni hədisin başqa bir ləfzində soruşurlar ki, Allahın elçisi, o bir firqə, hansı ki, cənnətə düşən firqə kimdir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, mə ana alayhi və ashabi. Yəni o mən və mənim sahabələrimin üzərində olduğu, yəni əqidədə və dinin üzərində olanlardır. Və həmçində başqa bir hədisdə İrbad ibn Səriyənin hədisində Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, sizlərdən kim, yəni sahabələrə müraciət edərək deyir ki, sizlərdən kim uzun ömür yaşasa, çoxlu ixtilaf görəcək. Yəni ziddiyyətlər görəcək. Və sonra bu sözsüz ki, nədir? Bir dərddir, bir bəladır, yəni ixtilafa düşmək. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə bundan çıxış yolunu öyrədir. Deyir ki, fəaleykum bisunnəti. Yəni necə bundan xilas olmaq olar? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, mənim sünnətimdən yapışın. Yəni mənim yolumdan. Və sünnəti xulafə'ir raşidinə əl-məhdiyinə min ba'di. Və həmçinin raşidi, yəni doğru yolda olan raşidi xəlifələrin sünnəsinə tabe olun. Təməssəku bihə və addu aleyhə bin nəvaciz. Yəni ondan arxa dişlərinizlə möhkəm yapışın. Və sonra buyurur ki, və iyyəkum və muhdəsətil umur. Həmçinin bidətlərdən çəkinin. Demək, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə öyrətdi, bildirdi ki, ixtilaf baş verdikdə nə etmək, bunun demək yolu nədir? Yəni bu ixtilafa düşməməyin yolu nədir? Əsas üçdür. Birincisi, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəti, onun raşidi xəlifələrinin sünnəti və həmçində üçüncü isə bidətlərdən uzaq olmaq. Yəni ona görə də ən doğru yol, ən düzgün əqidə əhl-sünnə vəl cəmaənin yoludur, əqidəsidir. Və ona görə hər bir insan demək doğru yolu axtarmalı və bu yolu tapdıqdan sonra demək doğru yolda sabit qalmalı və ölənə qədər səbr etməlidir. Yəni bu hər bir müsəlmanın üzərinə düşən bir haqdır. İndi isə keçək mövzumuza. Sözsüz ki, əhl-sünnə vəl cəmaənin demək əqidəsinin xüsusiyyətləri var. Yəni bu xüsusiyyətlərlə əhl-sünnə əqidəsi digər firqələrin əqidəsindən fərqlənir. Yəni biz bayaq qeyd elədik ki, İslam Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə buyurub ki, deməli İslam ümməti 73 firqəyə bölünəcək. Yəni 73 yol olacaq. Və bu yollardan yalnız biri doğru yoldur, düzgün yoldur, cənnətə aparan yoldur.
Və bu firqələrdən yalnız biri cənnətlidir. O da kimdir? Əhl-i sünnə vəl cəmaə. Necə ki, hədisdə biz bunu gördük. Və bu əqidə, yəni əhl-i sünnə əqidəsi bir çox xüsusiyyətlərinə görə digər əqidələrdən fərqlənir. Və biz bu dərsimizdə bəzi xüsusiyyətlərə toxunacağıq. Bilək ki, bu əqidənin digər əqidələrdən fərqi nədir? Ən birincisi, xüsusiyyətlərdən biri budur ki, əhl-i sünnə vəl cəmaənin əqidəsi Quran və sünnəyə əsaslanır. Yəni, Quran və sünnədən götürülür. Və məsdəri, onun yəni məsdəri, mənbəyi Quran və sünnədir. Və bunu biz hardan görürük? Görürük ki, həqiqətən də əhl-i sünnə əqidəsində olan istənilən bir məsələ nəyə əsaslanır? Quran və sünnəyə əsaslanır. Lakin digər firqələrə baxsaq, yəni bunu həmçinin hardan aydın görünür bu? Digər firqələrə baxsaq görərik ki, digər firqələrin əqidələri ya baxırsan öz ağlına əsaslanır, ağlı ilə ölçürlər, öz əqidələrini ağlı ilə əsaslanırlar, ağılla əsaslandırırlar və ya müəyyən hekayələrlə, nağıllarla və ya yuxularla. Yəni, burada biz Quran və sünnə dedikdə nəyə qəsd olunur? Quran və səhih hədislər. Və səhih hədislər də, yəni biz səhih hədis deyəndə, yəni o demək deyil ki, hər bir insan hansısa bir hədisi istədiyi kimi götürüb deyə bilər, bu səhihdir. Hədis alimləri var, bildiyimiz kimi, yəni ümmətin səhih hədis alimləri var. Yəni hədis özü bir elmdir. Yəni bəziləri, xüsusən də hədis inkarçıları bizə irad bildirirlər ki, yəni hədisə inananlara, hədis qəbul edənlərə deyirlər ki, zəif hədis var, səhih hədis var, hardan bilirsən? Hətta eləsi var, sual verir. Mən deyirəm, bu hədis səhihdir, hardan bilirsən? Və bu insan bilmir ki, hər bir şeyin elmi olduğu kimi, hədislərin də elmi var. Bunu araşdıranlar var. Hədis kimdən gəlir, necə gəlir, hədisi rəvayət edənlər var. Bu barədə kitablar yazılıb. Yəni ona qalsa, əgər biz desək ki, hədisləri inkar etsək və desək ki, hardan bilirsən səhihdir, elə olan halda biz onda eyni iddia ilə Quran ayələrini də inkar eləmək olar. Biri deyə bilər ki, sən hardan bilirsən Quran ayəsi gəlib çatıb bizə? Quranı bizə gətirən, bizim dövrümüzə kimi gəlib çatdıran sahabələr və həmçinin onların davamçıları eyni ilə hədisləri də bizə gətirib çatdırıblar. Lakin hədislər, demək, sonradan bəzi İslam düşmənləri və s. hədislər uydursalar da, hədis alimləri onları dərhal tapıb qaydalar əsasında qoyulmuş, yəni qaydalar qoyulub. Və bu qaydalar əsasında dərhal onları tapıb, onları uzaqlaşdırmışlar və bildirmişlər ki, məsələn, bu mövzuda bu hədis zəifdir və yaxud bu səhihdir. Ona görə də biz burada nəyi nəzərdə tuturuq? Səhih hədislər. Amma baxsaq görsək, digər firqələr, yəni əhl-i sünnə və cəmaədən başqa olan firqələr, zəlalət əhli və s. bidətçilər, baxırıq, görürük ki, onların öz əqidələrini nə ilə əsaslandırırlar? Nağıllarla, rəvayətlərlə, yəni uydurma rəvayətlərlə, yuxularla. Halbuki əhl-i sünnənin əqidəsi isə nədir? Quran və sünnəyə əsaslanır. İkincisi, əhl-i sünnə və cəmaə əqidəsinin xüsusiyyətlərindən bu əqidə, əhl-i sünnə və cəmaənin əqidəsi sağlam fitrətə uyğun gəlir. Yəni sağlam fitrət, sağlam ağıl bunu qəbul edir və uyğun gəlir. Ona görə də baxsaq görərik ki, əhl-i sünnə əqidəsində olan bütün məsələlər hamısı ağıl bunu qəbul edir və həmçinin demək heç bir ziddiyyət yoxdur. Yəni heç bir əqidə məsələlərində deyə bilmərsən ki, bax bu sağlam fitrətə və yaxud sağlam düşüncəyə ziddir.
Və ona görə də demək İslamı qəbul edən, yəni qeyri-müsəlmanlardan İslamı qəbul edənlərin çoxu, bir çoxu məhz buna görə İslamı qəbul ediblər. Yəni onlardan soruşanda ki, səni İslamı qəbul etməyə nə vadar etdi, yəni nə səbəb oldu, o deyir ki, mən İslam dininin gətirdiyi bütün məsələləri gördüm ki, düzgün əqidəyə, düzgün sağlam fitrətə uyğundur. Lakin sözsüz ki, fitrətində xələl olan, yəni fitrəti dəyişdirilmiş, çünki insanın fitrəti dəyişdirilə də bilər. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, hər bir doğulan uşaq sağlam fitrət üzərində doğulur. Sonradan valideynləri onu nə edir? Onun fitrətini dəyişir. Onu ya Yəhudi edir, ya Məcusi edir, ya da xaçpərəst edir, xristian edir. Ona görə insan sağlam fitrət üzərində doğulur. Ola bilsin ki, sonradan fitrəti dəyişdirilmiş hansısa bir insan gəlib deyə bilər ki, İslam dinində olan məsələn bu əqidə məsələsi uyğun deyil. Burada problem nədir? Onun fitrətindədir. Yəni İslam əqidəsində heç bir problem yoxdur. Və ona görə də bu şeydən, bu xüsusiyyətdən əsasən insan dəvətdə daha çox istifadə etməlidir. Yəni fikir versək, yəni İslam dininin buyurduğu, Əhlüsünnə və Cəmaənin xüsusən buyurduğu hər bir əqidə məsələləri sağlam fitrətə uyğundur. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur, Rum surəsi 30-cu ayə, Allah Teala buyurur ki, sən batildən haqqa tapınaraq üzünü fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Yəni Peyğəmbər sallallahu müraciət edir Allah Teala. Allahın yaratdığını heç cür dəyişmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilməz. Həmçinin başqa bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Allah Teala buyurur, yəni qüdsi hədisdir, mən öz qullarımı hənif olaraq yaratdım. Yəni şirkdən uzaqlaşaraq tövhidə meyilli yaratdım. Lakin sonradan şeytan gəlib onları öz dinlərindən döndərmişdir. Növbəti xüsusiyyət, yəni Əhlüsünnə əqidəsinin növbəti bir xüsusiyyəti, Əhlüsünnə əqidəsinin bu əqidə, yəni Əhlüsünnə və əqidəsində heç bir ziddiyyət yoxdur. Yəni sən Əhlüsünnə əqidəsində heç bir ziddiyyət görmərsən. Halbuki, məsələn, Əhlüsünnədən kənar olan firqələrin həm əqidələrində, həm demək dini məsələlərində, yəni özlərindən sonradan dinə uydurduqları məsələlərdə baxarsan ki, ziddiyyət çoxdur. Halbuki Əhlüsünnə əqidəsində bu yoxdur. Nə üçün yoxdur? Çünki Əhlüsünnənin əqidəsi Allah tərəfindən vəhyidir. Və Allahın vəhyində, vəhy etdiyi bir dində də heç vaxt ziddiyyət və demək ixtilaf ola bilməz. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, Əfələ yətədəbbərunəl Qur'an və ləv kənə min indi qeyrilləhi ləvəcədu fihi ixtilafən kəsira. Onlar Quran barəsində düşünürlərmi? Əgər o Allahdan başqası tərəfdən olsaydı, əlbəttə onda çoxlu ixtilaf görərdilər. Və ona görə də İslam Əhlüsünnə əqidəsini əgər biz fikir versək, görərik ki, bütün məsələləri aydındır və həmçində heç bir ixtilaf yoxdur. Növbəti bir xüsusiyyət budur ki, Əhlüsünnə əqidəsinə əgər biz baxsaq, Əhlüsünnə əqidəsi həm məsələlərində, həm də dəlillərində çox aydındır. Aydın əqidədir. Yəni burada heç bir qaranlıq və yaxud hansısa bir demək anlaşılmazlıq yoxdur. İslam əqidəsi aydındır. Halbuki digər dinlərin istər xristianlıq olsun, istər yəhudilik, istər atəşpərəstlik, baxırsan, görürsən ki, onların əqidələrində anlaşılmayan qaranlıq tərəflər çoxdur.
Lakin İslam əqidəsi isə, yəni Əhlüsünnə əqidəsi isə baxırsan aydındır. Həm dəlillərində, həm də məsələlərin özündə. Ona görə də bir çox İslamı qəbul edən, yəni qeyri-müsəlmanlar, istər xristianlar, istər qeyriləri, baxırsan əsas səbəblərdən də biri bu olub ki, onlar öz dinlərində anlaşılmazlıq olub, onlar heç cür bunu başa düşə bilmirlər. Lakin İslam dini buna aydınlıq gətirib. Yəni İslam'a gəldikdən sonra, xüsusən də Əhlüsünnə əqidəsinə gəldikdən sonra, demək onlar həmin bu qaranlıq anlaşılmazlıqlar aradan qalxıb. Və ümumiyyətlə bir şey qeyd etmək istədim burada. Demək, bildiyimiz kimi ümumiyyətlə insan Allah Taala'nın hikmətindəndir ki, Allah Taala insanı belə yaradıb ki, yəni bu ümumiyyətlə varlıqları, bu dünyanı, aləmi belə yaradıb ki, insan nəyə çox ehtiyacı varsa, Allah Taala onu əldə etməyi insana daha da rahatlaşdırıb. Yəni məsələn insan ən çox ehtiyacı olduğu havadır. Yəni hava olmasa insan 5-6 saniyə dünyasını dəyişər, ölər. Və ona görə də havanı əldə etmək rahatdır. Yəni hara çıxsan havadır. Yəni havanı əldə etmək üçün xüsusi bir demək güc sərf etməyə ehtiyac yoxdur. Həmçinin məsələn su. Yəni havadan sonra ikinci insana ehtiyacı olan nədir? Sudur. Su yenə də, yəni havaya baxın daha çətin olsa da, amma yenə də su əldə etmək rahatdır. Həmçinin yemək. Lakin din bunlardan daha önəmlidir. Bunlardan da önəmlidir. Ona görə də dini tapmaq, dini başa düşməklə, haqqı başa düşmək, haqqı tapmaq daha rahatdır. Sadəcə nə etmək lazımdır? İnsan gərək düşünsün, araşdırsın, axtarsın. Və ona görə mümkün deyil ki, Allah Taala insana hansı ki yeməkdən də daha önəmli olan, insana havadan da daha önəmli olan dini, çünki dini niyə deyirəm havadan da önəmlidir? Çünki hava insanın fiziki olaraq, yəni bədənini qidalandırsa da, yəni hava olmasa insan bədəni ölər. Düzdürmü? Lakin din olmasa insanın qəlbi ölər və qəlbi ölmək də nədir? Həm bu dünyada, həm də axirətdə demək insanın əbədi əzaba düşər olması deməkdir. Və ona görə də dini tapmaq, dini öyrənmək daha rahatdır. Allah Taala daha da asanlaşdırıb, rahatlaşdırıb. Sadəcə bunun üçün nə etmək lazımdır? İnsan öyrənməli, axtarmalı, araşdırmalıdır. Və əgər araşdırsa, insan sözsüz ki, haqqı tapacaq. Növbəti bir xüsusiyyəti Əhlüsünnə və Cəmaə əqidəsinin növbəti xüsusiyyəti Əhlüsünnə əqidəsi insanların qəlbini birləşdirir. Halbuki başqa bir şeylə insanların qəlbini birləşdirmək mümkün deyil. Necə ki Allah Taala Qurani Kərimdə buyurur ki, əgər sən yer üzündə olan mal, dövlətin hamısını xərcləsən belə onların qəlbini birləşdirə bilməzdin. Halbuki Allah Taala onların, yəni insanların qəlbini birləşdirdi. Yəni biz İslam dininin gəldiyi ərəfəyə baxsaq, İslam dini gələndə demək ərəblər tayfalara bölünmüşdü, qəbilələrə bölünmüşlər və bu qəbilələr arasında daim mübarizə gedirdi, müharibə gedirdi. Lakin İslam dini gələndən sonra bu qəbilələr nə oldu? Qardaş oldu. Və həmçində tək qəbilələr yox, biz indi İslam cəmiyyətinə baxsaq, görərik ki, İslam cəmiyyətində olan o mehribançılıq, o qardaşlıq və həmçində birləşmə, birlik digər dinlərdə yoxdur. Hansı dinə baxırsan, orada istər-istəməz ayrı-seçkilik qoyurlar. İstər irqi məsələ olsun, istər millət məsələsi olsun. Amma İslam dinində isə belə deyil. Məsələn, biz öz qardaşlarımızın içinə baxsaq, heç qardaşlardan bəlkə də yanımızdakının hansı rayondan olduğunu heç bəlkə bilmirik. Heç maraqlanmırıq da. Deyirik, qardaşdır, vəssalam. Adam var, məsələn, baxırsan, 10 ildir, 15 ildir kimdənsə dostluq edir, qardaşlıq edir.
Amma heç maraqlanmır hansı rayondandır, hansı qəbilədəndir və s. Çünki bu önəmli deyil İslam üçün. Həmçinin İslam dini gözəl irqçiliyi aradan qaldırır. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövründə belə Bilal qul olan Həbəşi Bilal, qara dərili, onun fəzilətinə bax ki, İslam dini onu necə yüksəltdi. Və həmçində Suheyb Rumlu olur. Yəni İslam dini, İslam əqidəsi, əhlüsünnə, xüsusən əhlüsünnə əqidəsi birləşdirir. İnsanları birləşdirir. Və bundan başqa birləşmələr isə, yəni bundan başqa bir əqidə üzərində və yaxud başqa bir fikir üzərində birləşənlər isə bu müvəqqətidir və həmçində qiyamət günündə fayda verməyəcək. Lakin İslam dini, yəni Əhlüsünnə vəl Cəmaə əqidəsi, düzgün əqidə üzərində birləşmək isə insana həm bu dünyada fayda verir, həmçinin axirətdə. Necə ki, Allah Taala Quran-ı Kərimdə buyurur ki, qiyamət günü dostlar bir-birinə düşmən olacaq, yalnız kimlərdən başqa? Müttəqilərdən başqa. Yəni o gün bütün dostluqlar, bütün qardaşlıqlar kəsiləcək, qiyamət günü yalnız düzgün əqidə üzərində, yəni saf və tövhid üzərində birləşənlər isə bunlar qiyamət günü də bunların qardaşlığı davam edəcək. Və həmçində qardaşlar, yəni bu əqidə üzərində, yəni İslam əqidəsi üzərində, tövhid üzərində olmaq həmçinin fikir verir. Mələklərlə insanları da bir-birinə qardaş edir. Yəni halbuki necə ki Quran-ı Kərimdə Allah Taala buyurur ki, ərşi daşıyanlar və onun ətrafındakılar Rəbbinə həmd edərək onu tərifləyir, ona iman gətirir və möminlər üçün bağışlanma diləyirlər. Ey Rəbbimiz, sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Tövbə edib sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru. Fikir verin. Yəni bu əqidə həmçinin mələklərlə də insanları bir-birinə qardaş edir. 6-cı xüsusiyyət, Əhlüsünnə vəl Cəmaə əqidəsi qəlbə rahatlıq verir. Qəlbi rahatlaşdırır. Və halbuki digər əqidələr qəlbə rahatlıq vermir. Əksinə narahatçılıq olur. Nə üçün? Çünki iman insanın qəlbini nə rahatlaşdırır? Allahı zikr etmək, Allahı yad etmək və həmçinin doğru dində olmaq, iman gətirmək. Necə ki Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Mən amilə salihan min zəkerin əv unsə və huve mu'minun fələnuhyiyennehu hayatan tayyibə və lənəcziyennehum ecrahum bi əhsəni mə kanu ya'malun." Mömin olaraq fikir verin, burada əsas mömin olaraq salih əməl görən hər bir kişiyə və hər bir qadına Allah Teala nə deyir? Deyir, ona bu dünyada gözəl həyat yaşadacağıq, mütləq. Və həmçində qiyamət günü də etdikləri əməllərin mükafatını tam olaraq onlara verəcəyik. 7-ci demək xüsusiyyət və sonuncu xüsusiyyət, Əhlüsünnə və Cəmaə əqidəsi orta əqidədir, orta yoldur. Yəni bu yol nə həddi aşmaq, nə də demək səhlənkarlıq etmək var. Bu orta yoldur. Halbuki başqa əqidələrə biz baxsaq, hər birində həddi aşmaq var. Götürək məsələn xavaricləri, həddi aşırlar. Götürək məsələn başqa dinləri, xristianlıq, İsa'ya məhəbbətdə həddi aşırlar. Hətta onu Allah dərəcəsinə qaldırdılar. Həmçinin digər bidətlər edirlər. Biz görürük bugün Allahı zikr etmək üçün yığışırlar, qışqırırlar və s. müəyyən bidət mərasimlər. Bunlar hamısı nədir? Həddi aşmadır. Halbuki İslam Əhlüsünnə əqidəsi isə ortadır, orta yoldur. Nə həddi aşır, nə də səhlənkarlıq edir. Və ona görə də bu demək
əqidənin əsas xüsusiyyətlərindən biri budur ki, orta yoldur. Necə ki, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا. Beləcə biz sizi orta ümmət etdik ki, siz insanlara şahid olasınız və Peyğəmbər də sizə şahid olsun. Bu qədər qardaşlar, yəni bu əqidə Əhl-i-Sünnə və Cəmaə əqidəsinin xüsusiyyətləri barədə Allahdan istəyirəm ki, Allah bizi sabit eləsin. Allah Teala bizi bu əqidə üzərində ölənə qədər sabit etsin və bizi mömin olaraq, müsəlman olaraq öldürsün və bizi nemət verdiyi kəslərlə birlikdə həşr etsin.